Salam əziz şagirdlər, hər birinizi xoş gördük. 12 oktyabr tarixində Kaspinin keçirdiyi imtahandan 10-cu siniflərin ingilis dili suallarına baxaq. Vaxt baxımından sadəcə doğru cavabları qeyd etməyə çalışacağım ki, sizə faydalı olsun. 5-ci sualda doğru variant D variantı olacaq. 6-da C variantı, 7-də C variantı olacaq. Keçək qrammatika suallarına. 13-də olacaq B variantı. 14-də olacaq deməli B variantı. 15-də olacaq bir dəqiqə B variantı. 16-da olacaq C variantı. 17-də B variantı. 18-də C. 19-da B. Qeyd edim ki, vaxt baxımından mətn sualları olmayacaq. Həm də ki, sualların sadəcə doğru cavabını deyirəm. Qaranlıq qalan suallar olsa şərhə yazın, oradan köməklik eləməyə çalışacağam. 20-də D. 21-də Y variantı. 22-də yenə Y olacaq burada. 23-də yanlışı soruşur C variantı. 24-də A variantı. 25-də isə 2 və 4. Belə əziz şagirdlər, ümid edirəm faydalı oldu. Bir daha qeyd edim ki, vaxt baxımından izahları verə bilmədim. Ümid edirəm ki, az da olsa sizə kömək olmuş oldu. Qaranlıq qalan sualları şərhə yazın, sizə köməklik eləməyə çalışacağam. Hər birinizə uğurlar olsun bir daha.